Alaram oyuncağı, verərsən padarkana, deyərsən ki, Şaxta baba gətirib. Necə yəni inanmıram? Mən uşaqlıqda inanardım, o inanmır. Ağsaqqal xırdam yox deyə. Hə. Axır ki, sıra sənə də çatdı. Bu nədir? Yadındadır 95-ci ildə Şaxta babadan qarmon istəmişdi. Sən Şaxta babasan? Hə, belə Şaxta baba olur. Belə uşaq da olmur. Neyə? Bəs 20 ildir hardasan, hə? Sənə olan bütün inamımı itirmişəm. Valla dünyada 2 milyard yarım uşaq var, mən təkəm. Hamımıza çatdıra bilmirəm axı. Uşaqlığım boyu özümü yaxşı aparmışam. Stolda yemək yeməmişəm, gecələr dırnağımı tutmamışam, evdə fit çalmamışam. Amma sən bir dəfə də olsun hədiyyə almadın mənə. Valla sən də mənə başa düşdü. Dünyada hər şey baş verir. Krizis, inflyasiya, pandemiya. Bilmirəm neçə heriflərə necə maaş verir. Maralları satıb piyada gəzirəm. Üzümü də qırxmışam ki, heç kəs məni tanımazsın. Yaxşı, mən bu 20 ildir gedişən hədiyyəni nə edeyim? Ver oğluva. Ya da nəsə başqa bir şey istə məndən. Nə desəm eləyərsən? Şaxta babayam mən. Sibrizdən ev al mənə. Özdə indi kampaniyadır. 15% ilkin ödəniş. 2 qat ədəvə geri al. O süpür dekabra kimi keçərlidir. Al. Nə oldu la, eləyə bilməzsən? Biz təhər kreditini ödəyərəm də. Şaxta babadan hədiyyə istə. Ala, nə oyuncaq, əsl Ferrari-dirən. Xeyirli olsun. Amma ev mənim adım olacaq.